Çevirme düsturları. Çevirme düsturlarında qayda olaraq belə bir söz deyəcəm. Deyəcəm ki, pi bölü 2 və pi bölü 2-nin misillərində, 3 pi bölü 2-də trigonometrik funksiyalar adlarını dəyişir. Bu arada bunun dərəcə qiymətlərini də yazsam, 90 dərəcədə və 270 dərəcədə. Yəni, sinusdursa adını dəyişir olur kosinus. Kosinusdursa adını dəyişir olur sinus. Tanyens isə adını dəyişir olur kotanyens. Kotanyens isə adını dəyişir olur tanyens. Nə deməkdir müəllim bu? Gəl ona baxaq. Deyirəm ki, sinus pi bölünsün 2 plus alfa. Diqqətli olmamız lazım olan burada iki şey var. Bir, pi bölü 2'ni gördük. Pi bölü 2'ni görəndə nə olurdu trigonometrik funksiya? Adını dəyişirdi. Olurdu kosinus. Düzdür? Bu itir olur nə? Kosinus alfa. Düzdür? En önemli olan şeylerden biri budur. Ad değişir, değişmir. Ona bakmak. 2. Pi bölü 2 plus sayfa neçənci rübə düşür? Bunu 2 üsulla sənə başa sala bilərik. 1. Pi bölü 2 buradadır. 90 dərəcə. Düzdür? Pi bölü 2. Üzərinə nəsə gəlsəm neçənci rübə düşürəm? 2'ye düşürəm. 1 bundan deyə bilərəm. 2 bu cür deyə bilərəm. Alfanı beynində həmişə 1 dərəcə kimi yadında saxla. 1 dərəcə. Alfa 1'dir. 90 plus 1 ne olur? 91. 91 neçənci rübdə? 2-ci rübdə. İndi sualım. 2-ci rübdə sinusun işarəsi nə idi? Müsbət. Bitdi. Müsbət olduğu kimdə qalacaq? Deməli, buradan düstur kimi yazsaq, sinus pi bölünsün 2 plus alfa bərabər oldu kosinus alfa. Deməli, biz əsas nəyə fikir verdik? 2-3 önəmli şeyə fikir verdik. 1. Pi bölü 2'də ad dəyişir. Ona fikir verdik. 2. Neçənci rübə düşürük? 3. Həmin rübdə, bax ha, bunun özünün işarəsi nədir? Bunun özünün işarəsi nədir? Mənfidir yoxsa müsbət? Buna baxarıq. Bax, bəzən oxuyanda ki, mənim bu nədir? Xeyr, bu olmaz. Bunun özü, sinusun özü. Ad dəyişib nə olacaqsa, onun özü, həmin rübdə nə olur ona baxmırıq. Gəl buna aid bir nə qədər misal yazaq. Misal üçün, belə bir şey deyirəm. Kosinus 3 pi bölünsün 2 minus alfa. Birincisi, 3 pi bölü 2'ni gördük. Trigonometrik funksiyamız adını dəyişəcək. Olacaq sinus alfa. Və düşdüyü rübə fikir verək. Düşdüyü rübə fikir verək. 3 pi bölü 2 haradır? 270 dərəcə. Düzdürmü? Minus alfa deyəndə nəsə çıxıramsa, neçənci rübə düşürəm? 3-cü rübə. 3-cü rübdə işarəsi nəyin? Kosinusun. Kosinusun 3-cü rübdə işarəsi mənfi. Bitdi. Qabağını atırsan o mənfi. İndi məsələn, tanyens yaza bilərəm. Tanyens pi bölünsün 2 plus alfa. Pi bölü 2'də ad dəyişir. Kotanyens alfa olur. Neçənci rübə düşürəm? 90 üzərinə gəlirəm. 2'ye düşürəm. İkinci rübdə tanyensin işarəsi mənfi. Atıram qabağına mənfi. Başqa misallar. Dərəcələrlə baxaq. Biraz da dərəcələrə baxaq. Məsəl üçün deyirəm ki, sinus 120 dərəcə nədir? Bunu çalış 90 ilə əlaqələndir. Pi bölü 2 90 dəfə. Deyirəm ki, sinus 90 plus alfa. Yəni 30 dərəcə. Daha artıq alfanın yerinə 120 olması üçün 30 yazmalıyım, değil mi? 90'ı gördün, itir, adı değiş. Kosinus 30 dərəcə. Və düşdüyü rüb neçənci rübdür? Onu artıq düşünmə pi bölü 2'ni. Sən özü burada göstərir. 120 dərəcə deyir. 120 dərəcənin özü neçənci rübdür? İkinci rübdə. İkinci rübdə sinusun işarəsi nədir? Müsbət. Bitdi. Kosinus 30'dan indi. Kosinus 30'un qiyməti də kök altında deməli 3 bölünsün 2. Sinus 120 budur. Tanyens 315 dərəcəni verir. Nə edirəm? Bunu da indi 90'la çox böyükdür də. 270'e getirirəm. 90 və 270'e yadda saxlayaq. 270 plus 45 yazaq. 270'de trigonometrik funksiya adını dəyişirdi. Olurdu kotanyens 45 dərəcə. Razıyıq. Kotanyens 45 olacaq. Amma düşdüyü rübə fikir verək. 315 dərəcə neçənci rübdür? 4-cü rüb. 4-cü rübdə tanyensin işarəsi nədir? Sinusu və kosinusu bölünür. Sinusun mənfidir, kosinusu müsbətdir. Nisbət mənfidir. Bitdi qabağına at mənfini. 45'də rahat yedi də tanyens və kotanyens 1 idi. 45'də. Bundan yadımıza saxlaya bilərik. Və biz burada nə dedik? Dedik ki, pi bölü 2 və 3 pi bölü 2'də trigonometrik funksiyalar adlarını dəyişir.
Bir də bəzi dərəcələr var ki, bunlarda trigonometrik funksiyalar adlarını dəyişmir. Bunlar da nədir? Bunlar da bu trigonometrik funksiyalarda pi və pi'nin misilləri 2pi'də. Trigonometrik funksiyalar adlarını dəyişməyəcək. Pi və 2pi'də trigonometrik funksiya adını dəyişmir. Yəni sinussa, sinus kimi, kosinussa, kosinus, tangens, tangens, kotangens, kotangens olduğu kimi qalır. Nələrə fikir veririk digər kişiyə? 1. Neçənci rübə düşürük? 2. Həmin rübdə trigonometrik funksiyamız nədir? Məsələn, sinus pi plus alfa. Baxaq buna. Sinus pi plus alfada nə olacaq? Sinus ad dəyişməyəcək, olduğu kimi qalır. İndi pi'nin üzərinə gələndə neçənci rübə düşərəm? Buna baxaq. Bəli, pi 180'dir burada. Üzərinə gəlib düşdüm 3-cü rübə. Ya da bayaq dediyimiz kimi alfanı 1 dərəcə düşünürük. 180 üzərinə gəlirəm 181. Neçənci rübdə 181? 3'dür. 3-cü rübdə sinusun işarəsi mənfidir. 3-cü rübün sinusu mənfidir. Eğri qoxuyla axır. At qabağına mənfidir. Tangens 2pi minus alfa. 2pi'dir. Ad dəyişmir. Tangens alfa. Düşdürüb. Ona baxır. Düşdürüb 2pi'dir. 360. 360'dan nəsə çıxıram. Düşürəm 4'ə. 4-cü rübə. 360 bura deyil. Nəsə çıxdım, düşdüm bura. 4-cü rübə. Və ya da alfanı 1 düşün. 4-cü rübdə tangensin işarəsi mənfidir. At qabağına mənfidir. Aydındır. Buradan bəzi qaydalar deyəcək biz. Məsəl üçün deyirəm ki, sinus pi minus alfa. Burada nə olur bəs? Pi'dən çıxanda ad dəyişməyəcək sinus alfa. Düşdürüb 2-ci rübdür. 2-ci rübdə sinusun işarəsi müsbətdir. Olduğu kimi qalacaq. Məsələn, indi bunu dərəcələrdə çevirsəm, məsəl üçün deyirəm ki, sinus 120 dərəcə. Mənim nətər eləyək? Bu səfər 180 yetirək. 180 minus 60. Onda 180 minus 60 deyəndə, 180 minus 60 deyəndə belə bir qayda çıxardaram. 180 minus 60'da, 180 minus 60'da ad dəyişməyəcək, olduğu kimi qalacaq. İkinci rüb də sinusla müsbət. Düzdür? Deməli, sinus 60 nəyə bərabər oldu? Sinus 120'ye. Sinus 60, sinus 120'ye bərabər oldu. Bu da kök 3 bölü 2. Sual verə bilərsən. Müəllim, 90'la mı yazım, yoxsa 180'la mı yazım? Düzdür? Fərqi yoxdur. Eyni cavab olurdu. Sənə hansı rahatdır, onu sən özün seç. Ad dəyişmək istəyirsənsə 90-270'dən. Ad dəyişmək istəmirsənsə 180-360'dan. Və buna əsasən mən sənə burada trigonometriyanın əsas bir neçə özəl qaydasını deyəcəm çevirmə düsturlarında dərəcələri yaxşı yerdə saxlamaq üçün. Bir deyəcəyimiz qayda nədir? Qonşu bucaqların sinusları bir-birinə bərabərdir. Əgər burada yazıram ki, alfa plus beta 180'dir. Qonşu bucaqların sinusları eynidir. Fikir ver, solda yazdığımıza. Sinus 120 nəyə bərabər olacaq? Sinus 60'a. 120 ilə 60'ın cəmi 180 daxil. Məsəl üçün sənə əgər mən sinus 150 dərəcə desəm, düşün 150'nin qonşusu neçədir? Sinus 30'u düşün. Sinus 30 dərəcənin qiyməti də 2'də 1. Qonşu bucaqların sinusları bir-birinə bərabərdir. Qonşu bucaqların, ikincisi, qonşu bucaqların kosinusları, qonşu bucaqların alfa və beta qonşu bucaqlardırsa, kosinusları necədir? Bu çox rahatlıqla tapa bilərik ya bunu. Bax, məsəl üçün, deyirəm ki, kosinus 120 dərəcə. Bu səfər kosinus 120 dərəcəni düşünək. Bunun üçün də kosinus 180-60 yazırıq da. Düzdür bu ifadəni. Bu da nə olur? Kosinus 60 olur. Lakin ikinci rübdə kosinus mənə. Düzdürmü? Fikir et. Qonşu bucaqların kosinusları nədir? Bir-birinin əksi. Məsələn, kosinus 30'un qiyməti kök 3 bölü 2'dir. Düzdür? Yəni, qabağı burada mütləq mənfi olacaq. Qonşu bucaqların kosinusları bir-birinin əksidir. Kosinus tam ki 120 dərəcənin qiyməti bərabərdir mənfi kosinus 60. Kosinus 60'ın qiyməti 2'də 1'dir. Kosinus 120'nin qiyməti mənfi 2'dir. Əsas qaydalar. Əsas qaydalar. 1. Qonşu bucaqların alfa plus beta 180 dərəcədirsə, sinusları bir-birinə bərabərdir. 2.
qonşu bucaqların kosinusları bir-birinin əksidir. 3. Qonşu bucaqların tangensləri bir-birinin əksidir. 4. Qonşu bucaqların kotangensləri bir-birinin əksidir. Sual gələr ki, niyə? Bu da niyə əks oldu ki? Çünki qonşu bucaqlar dediyimdən biri itidirsə biri kordur. İti bucaq birinci rübün bucağıdır, müsbətdir. Kor bucaq ikinci rübün bucağıdır, mənfidir. Tangenslər. Düzdür? Tangenslər, kosinuslar mənfidir. Qonşu bucaqlar biz özümüz deyirdikdə dedik birinci rübdə hamısı müsbətdir, ikinci rübdə sinus müsbətdir, qalanları mənfidir. Ona görə ikinci rübdə sinuslar eynidir. 1 və 2-nin sinusları. Amma 1 və 2-nin tangens, kotangens, kosinusları bir-birinin əksidir. Başa düşdük? Bu da bizim bir qaydamızdır. Başqa bir dənə də belə bir qayda deyərəm. Cəmi 90 eləyən sinusla kosinus eynidir. Məsələn, fikir ver, sinus 60 dərəcə. Mən bunu sinus 90 minus 30 yaza bilərəmmi? 90'dan 30 çıxanda 60 eləyər. Gör nə olacaq? Sinus 60 dərəcə. 90'dan çıxanda ad dəyişir, kosinus 30 dərəcə olur. Yadda saxlayaq. Cəmi 90 eləyənlərin sinus və kosinusu bərabərdir. Əgər x plus y 90 dərəcədirsə, onda sinus x kosinus y-ə bərabər. Cəmi 90-dırsa. Misal üçün, fikir versək, bəyaları biz onu dedik. Dedik, cəmi 90-sı sinusla kosinus bir-birinə bərabər olacaq. Məsələn, burada da tamam ki, sinus 60 nədir? Kosinus 30-sa fikir ver, cəmi 90-dır. Bu bizə ən çox nəyə lazımdır? Cədvəl qiymətlərində elə də lazım olmur. Cədvəl qiymətlərini bilirik. Amma bizə bu dərəcələr veriləndə, məsəl üçün, sinus 90 sinus tutalım ki, 40 dərəcə. Yadda saxlayaq ki, bu kosinus 50 dərəcə ilə eynidir. Kosinus cəmi 90 eləyək. Niyə bu lazımdır? Misalda sənə misalın içində bunu verəcək. Sinus 32 çıxır, kosinus 58. Kosinus 58 dərəcə. Deyəcək ki, bunu tap. Bunların cəmi necə edir? Deməli, bunlar bir-birinə bərabərdir. Fərq nə olur? 0. Və sənə bunu verə bilərəm. Deyə bilərəm ki, kosinus 20 dərəcə bölünsün sinus 70 dərəcə. Bunların cəmi neçə edir? Nisbət nə verəcək? 1. Çünki bir-birinə bərabər. Aydın mı?